Bəkir müəllimin adından və öz adından salamlayıram və xoş gəlmişsiniz deyirəm. Bildiyiniz kimi biz 28 may Respublika günü ərəfəsində burada toplaşmışıq və bu da əbəs yerə deyil. Bunun həm məntiqi, həm mənəvi bir mənası var. Çünki yığılmağımızın bir səbəbi də bir patriotik mövzuya toxunmaqdır. Həm də sırf liseyimizin Həbib bəy məktəbinin adı ilə bağlıdır. Bunu gedişatda biləcəyik. Burada yığılan heyət həm təhsildə, həm Respublikamızın bilavasitə başqa müxtəlif sahələrində aktiv iştirak edən şəxslərdir, insanlardır və onların qarşısında keçmiş şagird kimi də olsa baş əyirəm. Demək ki, biz, siz hamımız birlikdə Azərbaycanın gələcəyi üçün, savadlı gənclər yetişdirilməsi üçün əmək sərf edirik. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz kimi misraları artıq qanına, canına işləyən gənclərimiz var. Və onlar da hər fürsətdə Azərbaycanın rifahı üçün çalışır. Onun ədəbiyyatını, mədəniyyətini, tibbini, elmini zənginləşdirməkdən yorulmur, usanmır. De ki, vətən sağ olsun deyirik. Təbii olaraq bu gözəl yığıncağı biz təşəkkür edirik. Azərbaycanın himnini səsləndirdilər. Təbii olaraq ki, biz bütün yığıncaqlarımızı bu aktivliklardan biri ilə başlayırıq. Bu da ondan irəli gəlir ki, biz onların qarşısında baş əyirik. Çünki onlar bizim gənclərimizin, igidlərimizin qanı naminə, qanı bahasına başa gəlib bizə. Biz ki, onları əbədiləşdirmək üçün əlimizdən gələni edirik. Amma vətəni qorumaq tək səngərdə başlayıb, səngərdə də bitmir. Maariflənən bir millət silahlı dövlətdən güclü olar deyirlər. Onu dünyada daha tez tanılar. Bir millətin, gənc nəslin tərbiyə olunmasında kitabların böyük əhəmiyyəti var. Oxumaq, elm almaq, maariflənmək bizim məqsədimizi aparan yeganə vasitədir. Bu bəlkə mənim subyektiv fikrim ola bilər, bəlkə də çoxlarınız onunla razılaşarsınız. Və biz bu vasitədən istifadə eləməklə seçdiyimiz məqsədin doğru və ya yanlış olduğunu qərar veririk. Bu bizə kömək edir. Seçdiyimiz kitab əlbəttə ki, bizim mənəvi zənginliyimizdən xəbər verir. Dəyərli vaxtınızı çox almır. Sizə vətənpərvər bir insanı təqdim etmək istəyirəm. Nə üçün məhz bu divarlar arasında keçir bu tədbir? Çünki elə bu məktəbin yetirməsi olan 79-cu ildən 1-ci sinifə şagird kimi bir yerdə qədəm qoyduğum Arif müəllim kimi, Kamilə Məmmədova, Ədli Ağayeva, Fərdə Tarizadə, Sona İsayeva kimi təcrübəli müəllimlərdən dərs alan, həyat məktəbinə bu divarlardan ayrılıb mənəvi vəsiqə alan Rizvan Axundova. Rizvan, səni belə dəvət eləmək istəyirəm. Və Rizvana söz verməmişdən əvvəl mən vurguladım ki, vətənpərvər biri, onun vətəninə olan sevgisi Qarabağda qızğın döyüşlər gedərkən bəlli olmuşdu, o ön cəbhəyə yollanmışdı. 1994-cü il avdan. Və davamı da vətənpərvərliyin əlbəttə sonu olmur. Onun davamı bax bu qarşımızda yepyeni kitablarda, ruhunda, şeirlərində. Söz sənindir İzvan, buyur davam edə bilərsən mənə. Çıxışıma başlamamızdan əvvəl 19 may Binəqədi rayonunda baş verən faciədə rəhmətə gedən
həmvətənlərimizin yaxınlarına başsağlığı verirəm. Və bir daha belə hadisələr Azərbaycanımızda baş verməsin. Salam Həbib bəy Mahmudbəyev adına doğma orta məktəbimiz. Salam əziz müqəddəs müəllimlər. Salam əziz dostlar, burada iştirak edən hər bir kəsə xüsusi minnətdarlığımı bildirəm. Çox sağ olun ki, gəlmişsiniz. İlk öncə kitabın təqdimət mərasimimin baş tutmasında başda məktəbin direktoru Mustafa Əbəkir müəllim olmaqla məktəbin bütün müəllim və şagird heyətlərini ələ xüsusda 1979-cu ildə düz 36 il bundan öncə Südaba müəllim Mahmudovanın ibtidai sinifində tanış olduğum və 8 il bir sinifdə oxuduğum sinif yoldaşım və məktəbin tədris sistem müdürü Taricədə Ülqə xanıma dərin minnətdarlığımı bildirirəm. Yəqin ki, hamınız heç olmasa bir dəfə fikirləşirsiniz ki, dünyaya nə üçün gəlmişik? Bu sual hər bir insana ola bilməz ki, düşündürməsin. Mən bu suala cavabı Hüseyin Zavidin misralarında tapmışam. Deyir ki, ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də dəyərli. Doğulmaq da xoşdur, ölmək də xoşdur. Qayəsiz həyatda ölüm də xoşdur. Mən bu tribunadan istifadə edib zamanlarımıza müraciət edirəm. Elə bir həyat yaşasınlar ki, tarixdə adlarını yaza bilsinlər. Bugün gənclərimiz əgər öz fəaliyyətləri ilə, öz əməlləri ilə tarixə öz adlarını yaza bilirlərsə, mən onların hamısına əhsən deyirəm və onların önündə başlayıram. Kitabımın 139-cu səhifəsini çıxışıma əlavə eləmişəm. Mən Həbib bəy Mahmudbəyev adına 2 nömrəli məktəbin 80-ci illərin müəllimlər heyətinə bizə verdikləri biliklərə, tərbiyəyə, göstərdikləri qaviyə görə, çəkdikləri əziyyətlərə görə dərin təşəkkürlərimi bildirirəm. Ələlxüsus, ibtidai sinif müəlliməmiz bizə ən sevimli, ən mehriban, ən əziz olan, əslən ağdamlı olan Südaba müəllimə Mahmudovaya dərin təşəkkürümü bildirirəm. Allah qəni-qəni rəhmət eləsin. Həyatda bir şəxsiyyət kimi formalaşmağımızda, bazı biliklərə yiyələnməyimizdə, vətəni böyük bir məhəbbətlə sevə bilməyimizdə əvəzsiz xidmətlərinə görə sinif rəhbərimiz, Azərbaycan dili və ədəbiyyat müəlliməsi, son dərəcədə əziz Məmmədova Kəmalə müəllimə, baş əyirəm sizin qamarınızı. Çox sağ olun. Ağlayan maraqlarınızla gəldik bura. Təşəkkür edirəm. Məktəbimizin direktoru, hədsiz dərəcədə sadə bir insan, Arif müəllim Zeynalov. Allah ona da rəhmət eləsin, eşitdim bu yaxınlarda rəhmətə gedir. Çox həddindən artıq sadə insan idi. 8 il Arif müəllimdən eyni qara təşviqdə görürdüm. O pləkanları 300 yuxarı qalxırdı ki, birdən nəyisə çatdırmaq. İnansın onu qalacaq mümkün deyil çatmaq. Elə sürətli. Allah rəhmət eləsin. Hörmətli riyaziyyət müəllimimiz açıqlar olsun ki, görmürəm burada. Fizika riyaziyyət müəllimimiz. Ağayev Adilən müəllimə, təşəkkür edirəm. Adilən müəllimə, buradasınız, öpürəm sizi. Təşəkkür edirəm, mən elə bugün gəlməmişsiniz. Çox mülayim, Tayırzadə Fərdə müəlliməyə. Təşəkkür edirəm Fərdə müəlliməsə. O qədər sevindirmişim ki, biologiya dərsi. Rus dilində mükəmməl yiyələnmənin üçün, işindən hədsiz can yandıran, məsuliyyətlə yanaşan Rus dili müəlliməmizdir. Burovskaya Viktoriya Semyonovdur. Məlumata görə Kanadaya götürmüşdü və orada da rəhmətə gedib. Allah rəhmət edir. İngilis dilində bazı biliklərə yiyələnməyimizdə həvəssiz xidmətləri olan Sona müəllimə İsayeva. Çox sağ olun Sona müəllimə. Hədsiz təşəkkürlərimi bildirəm. Əsl müəllimlər, əsl insanlar, təmənnasız məxluqlar qarşınızda baş əyirəm əzizlər. Hamınız indiyə kimi yardımdasınız. Hamınızı lap yaxşı xatırlayıram. Və istəyirəm ki, buraya toplaşan insanlar hamısı sizi tanısın və hamısı sizi yad eləsin. Bu söylədiyim Avdaz kitabının 139-cu səhifəsindəndir və bu kitabı oxuyan hər bir kəs yenə də hamınızı bir-bir yad edəcək, xatırlayacaqdır. Kitab haqqında danışmayacaq. Biz onu demək istəyirəm ki, kifayət qədər maraqlarını sonda iştirak edənlərə hamısına ürək istəyən qədər çoxdur kitabımız, hələ biraz orada var. Nə qədər istəsəz təqdim olacaq. Məktəbin kitabxanasına buraxılıbdır. Hətta 9-cu, 10-cu sinifə oxuyanda
bir nömrəli fizika riyaziyyat təməli internat məktəbdə oxumuşuq olanda. Oranın da müdiriyyəti nazarlanmışdır, dəvət eləmişdik. Bilmirəm, gəliblər. Kitab, onların da kitabxanasına bıraxdıq bu kitabları. Bir də hamımıza dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, əziyyət çəkdiyiniz üçün təşəkkür edirəm. Dostum çox həyecanlıdır. Amma biz üçün təbliğ aldı. Biz təşəkkür edirəm sənə bu müəllimlərimiz haqqında belə gözəl sözlər söylədiyinə görə. Və ümid edirəm ki, oxucular sənin bu kitabınla tanışdıqdan sonra əgər ki, yeni şeirlər kitabı arzulasalar, sən onların sözünü qırmayacaqsan, davam edəcəksən ki, biz də ruhən qidalanaq. İnkişaf insanın ruhunda və düşüncəsində olmalı. Vətənə, millətə xeyir gətirmək elə də asan deyil. Yəni, onu yeniliklərlə çatdırmaq lazımdır. Və bəzi insanlar var ki, bilərəkdən, bilməyərəkdən kömək əlini uzatmağa bizim millətimiz söz var, can çəkir. Onlar üçün elə çox ağır, mənlə ağır bir şeydir, anlamına gəlir. Amma biz minnətdar olmalıyıq, kim ki bizə kömək edir insanlara yenilikləri çatdırmağa. Bu kitabın ərsəyə gəlməsində başlıca rolu olan Xəzər Dentin baş həkimi və kitabın baş sponsoru Mehman Allahverdiyevə təşəkkür edirik, buradadır özü. Və müəllifin adından və öz adından sizə təşəkkür edirik və sözü sizə vermək. Teşekkür edirəm, mənə söz verdiyinizə görə. Salam, sizlər hamınızı salamlayıram, əziz dostlar, hörmətli qonaqlar. Mən özüm Azərbaycanımızın Dağlıq Qarabağın Tərtər rayonundan alıb, gözəl bölgəmiz olan Tərtər rayonundan. Qarabağ mövzusu bugünkü gün deməli, hamımızın yaralı yeridir, bildiyimiz kimi. Bu mövzuda da yazılan hər bir ədəbiyyatımız, hər bir deməli şiirlər, əsərlər, çəkilən rəsm əsərləri bugünkü günü düşünürəm ki, böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, deməli, 22 ildən artıqdır ki, torpaqlarımızın 20%-i düşmən tapdalar altındadır. Bu, bizim çox belə yaralı yerlərimizdən biridir. Lakin, inanıram ki, bugünkü gəncliyimizin sayəsində Azərbaycanın başda oturan dövlət başçımızın, yəni hörmətli İlham Əliyevin səylərin nəticəsi olaraq bu torpaqlar inşallah geriyə qayıdacaq. Və Azərbaycanın, deməli, bildiyiniz kimi Qarabağımız və onun ətrafında 7 rayonumuz torpaqlardan inşallah azad olacaqdır. Mən bunu arzuluyum. Və o cümlədən deməli, vətən qarşısında bunu eləmək hər birimizin müqəddəs borcudur, gələcək gənclərimizin, burada iştirak edən şagirdlərimiz var. Onların gələcəkdə, yəni ki, düşmənlərdən torpaqlarımızı azad edilmək ən müqəddəs borçlarından biridir. Bildiyiniz kimi, o dövrdə Qarabağda statistiyaya əsasən 11 mindən artıq hərbçilərimiz həlak olmuşlar, o cümlədən ilki vətəndaşlar şəhid olmuşlar. Onların qarşısında baş əyir. Və bugün də bura yığışmağımızın deməli bir məqsədi, yəni ki, hörmətli dostumun Rizvan Axundovun deməli təqdimat kitabının Ağdamın, Qanın, Canın, Doğma Azərbaycanın kitabının təqdimatına yığışmışıq. Bu, bildiyim kimi, o vaxtdan dostluq edirəm hörmətli Rizvan müəllimdən. Hardasa deməli 1994-cü ildə indiki İqtisad Üniversitesi, yəni o Xalq Təsərrüfatı İnstitutu kimi gedirdi onun adı. Rizvan Axundov İnstitutun axırıncı illərində deməli kursunu, yəni 5-ci kursundan təhsilini yarımçıq qoyub Azərbaycanın Qarabağın gözəl bir şəhər olan Ağdam şəhərinə könüllü olaraq döyüşməyə getmişdir.
Yəni bu kitabda da öz əksini tapmışdır. Siz oxuyarkən onu biləcəksiniz. Və 20 il sonra mənim hörmətli dostum öz xatirələrini burada bu kitabda qeydə qələmə almışdır. Kitab haqqında çox deməyim, siz özünüz yəqin ki, oxuyub biləcəksiniz. Və burada çox danışmayım, mənə verdiyiniz fürsətdən də istifadə edilərək buradan müraciət etmək istəyirəm Azərbaycan İddiaçılar Birliyinə, onun sədri hörmətli anlarına ki, belə yazıcılarımıza şərait yaratsınlar və yazıcılarımız belə patriotik mövzuda kitablara geniş yer versinlər. Milli qəhrəmanlarımız, şəhidlərimiz heç vaxt unudulmasın. Onların haqqında poemalar, dastanlar, romanlar, hekayələr yazılsın. Bu şəhidlərimiz heç vaxt unudulmasın. Deyər, Azərbaycan. Və sonunda olaraq bir daha deməli minnətdarımı bildirirəm. Bu yığıncağın təşkilatçılığında da bir balaca əməyimiz olmuşdur. Xəzər klinikası adından deməli sizə təşəkkür edirəm, bura gəlmişsiniz. Bizim də həkimlik sayəsində bir balaca xidmətlərimiz var. Nə vaxt tək ağrınız, acınız olmasın, müraciətiniz olarsa sizlərin qulluğundan ki, hazır. Sağ olun. Çox sağ olun, Mehman doktor. Düz dediniz ki, doğru seçilmiş kitab insana həm keçmişi haqqında doğrunu, həm də dəqiq, dolğun məlumat verir. Onu oxumağa sevdirir. Səhv seçilmiş kitab isə insanı başqa kitablardan da soyudur. Bu baxımdan millətimizin keçmişinin, gələcəyinin mühafizə edilməsində xəzinə rolu oynayan kitablarımızın hazırlanmasına, seçilməsinə, yığılmasına və qorunmasına ciddi nəzarət etmək bizim hamımızın borcu olmalıdır. Bir daha sizə təşəkkürümü bildirirəm. Müəllifin qonaqları sırasında sözə qələmə dəyər verən dostları var və mən İqtisad Elmləri Namizədi Fuad Ələkbərova söz vermək istərdim. Rizvanın belə sevincli günündə onunla bölüşsün. Buyurun. Salam mühtərəm yoldaşlar, məclis iştirakçıları, çox sağ olun ki, gəlmişsiniz. Mən Rizvan Axundla tələbə yoldaşıyam, tələbə yoldaşı və o vaxtdan da dostluq edirik, indilər kimi də ailəvi dostluq. Və mən sözünüzü inanmazdım ki, o belə bir kitab yaza bilər. Hətta bundan əlavəsində yazıb şeirlər kitabından var onun, inşallah da çapdan çıxasıdır. Və mən təbrik eləmək üçün mənim qardaşımı, həqiqətən mənim üçün qardaş neçə ildir ki, onunla həqiqətən qardaşlıq eləmişik, xeyirdə də, şəhərdə də onun kimi bir yaxın dostum, mənim ikinci elə yaxın dostum yoxdur. Və başqa bir şey də əlavə eləmək istəyirəm ki, həqiqətən, mən özüm də müəlliməm, siz ibtidai həkimlik məktəbdə dərsləyirsiniz, mən İqtisad Universitetində hamımız eyni işlə məşğulluqda, biz gələcək nəslin formalaşması ilə məşğuluq. Və gələcək nəslin formalaşması yalnız hansısa bir müxtəlif elmlərin öyrənməsi ilə kifayətlənmir. Biz təbii ki, onlara tərbiyə veririk. Və bu tərbiyədə böyük rol oynayır müəllimin də seçilməsi və kitabın da seçilməsi. Bu kitaba mən göz gəzdirdim, həqiqətən çox maraqlı kitabdır. Kitablar bizim gələcəyimiz olan uşaqlarımızın, bizim gələcək nəslinin formalaşmasında böyük rol oynayır. Bu kitab mən həqiqətən xeyirli bir kitab görürəm və inşallah bundan sonra şeirlər kitabı daha da gözəldir. O bizim uşaqlarımız üçün daha da faydalı olar. İndi biz keçmiş Sovet İttifaqında onu böyümüşük. Bizim biraz tərbiyəmiz başqa cür edir. Bizim üçün vətən anlayışı biraz başqa edir. İndi isə vəziyyət dəyişir və biz, məsələn, qabaq çıxış edən uşaqlar, hamısı Rizvan özü də, doktora deyir ki, biz ağlamlayan məsələn, tərtəliyən və s. Biz vətəni Qarabağ almaqdan ötürü, ümumiyyətlə vətənimizi qorumaqdan ötürü şəkili yaxud gəncəli olmamalıyıq. Biz Azərbaycanlı olmalıyıq və gələcək nəsli məhz bu səthiyyə tərbiyə edilir. Mənim fikrimdir və mən inanıram ki, siz mənimlə bu barədə razılaşacaqsınız. Yəni ki, Qarabağlı yaxud Naxçıvanlı deyil. Mən Azərbaycanlıyam və bizim Ulu Öndər demişkən, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Deməli ki, mən Naxçıvanlıyam, yaxud deyirəm onu. Mən Azərbaycanlıyam.
və Qarabağda ümumiyyətlə Azərbaycanı qorub saxlamaqdan ötürü, bundan sonra inkişaf etdirməkdən ötürü biz həqiqətən bu səviyyədə bizim gələcəyimizi formalaşdırmalıyıq. Milli hüquqda formalaşmayan gənclər gələcəkdə bu dövləti dağılacaqlar. Yəni ki, bu başqa ölkələrdən ümumiyyətlə biz tarixini öyrənirik, tarixdən öyrənməyə gətirə bilərik ki, o dövlət, o müəllimlər ki, öz övladlarını, özləri tərbiyə etmirlər və milli hüquqda tərbiyə edə bilmirlərsə, o dövlət mütləq dağılır. Yəni, bu barədə hətta Bizans imperiyasının nümunə kimi gətirmək olar ki, deyir, o dövlət ki, öz xalqının, yəni bir sürü cavanların tərbiyəsi funksiyasından imtina edirsə, o dövlət mütləq dağılmalıdır. Mən inanıram ki, biz bu sahədə düzgün istiqamət götürmüşük. Yəni, mən də bir müəlliməm, yəni bütün müəllimlərin ilk növbədə mən bu işdə rolunu görürəm ki, bizim əsas işimiz gələcək nəslinin düzgün, patriotik şəkildə tərbiyə etməkdir. Və bu işə də böyük tövsiyə verən bizim qardaşımız Rizvan bu kitabı nəşr etdirdi, yazdı və inanıram bu kitabın bu işdə, bizim bu ümumi işimizdə faydası çox olacaqdır. Təşəkkür edirəm ki, məni qulaq asdınız. Çox sağ olun ki, hamınız gəlmişsiniz bura. Mənim dostuma, qardaşıma hörmət edən insanlar, təbii ki, mənə hörmət etmiş insanlar kimi qiymətləndirirlər. Çox sağ olun. Təşəkkür edirik, Fuad müəllim. Siz iqtisadiyyat sahəsində maarifləndirirsiniz, yetişdirirsiniz gənclərinizi, amma başqa bir sahə var, sırf sizin sahə ilə bağlamaq istəyirəm onu. Fəlsəfə, bilirsiniz ki, ictimai şuur formalarından biridir, həm də cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir. Bu baxımdan da iqtisadla fəlsəfəni bir araya gətirir, sözü davam etmək üçün fəlsəfə elmləri namizədi Nicat Məmmədova vermək istəyirəm. Biz Nicatla düz 79-cu ildən, yenə də bəlkə mən birinci sinifdən tanışıq. Nicat da hər halda bu kitabın dəyərini yaxşı bilər. Çünki onun atası Allah rəhmət eləsin, professor, filologiya elmləri doktoru Kamran Məmmədovdur. Onun da bir sıra elmi kitabları var. Hətta onların arasında bədii əsərlər də var. Dünən dəqiq məlumat almışam Nicatdan, yanlışım olsa düzəltsin. Bədii əsərlərinin birini də məhz uşaqlarına, Nicata və Leylaya həsr etmişdir. Hər halda Nicat da Rizvan kimi bu kitabın dəyərini bizə buyurur. Təşəkkürlər. Müəllimlərini, görmədiklərini, dünyasını dəyişməklərində, anlayacağımız rəsmlərə baxımda o əyləşiklik baxan hamısını başa ilə hamısı çox sağ olun ki, bizi yetişdirmişsiniz, bizi həyata adımlarımızı atmamıza köməkçi olursunuz. Mən ilk öncə məsələn ki, mən Rizvanın bir sınıfda bir yer olmuşam. Mən də bu məktəbin məzunuyam və Ülviyə xanımızdan biz bir məktəbin məzunuyam. İndi mən sizə bu kitab barədə incirkəmdə demək istəyirəm. Bax, bugünkü məclis başlamışdan qabaq Rizvan mənim bir çox televiziyalara Azərbaycanın bütün televiziya kanallarının hamısına göndərdi, zəng edər ki, bəs Qarabağ bölgüsünə həsr olunmuş patriotik kitabın təqdimatı olacaq. Patriotik hüquqlu kitabın təqdimatı olacaq. Amma indi biz burada bundan heç birini görürük. Və mən deyəlim ki, inanın, indi dövrdə Azərbaycan televiziyalarında gənclərin patriotik tərbiyəsi çox zəif gedir. Amma baxmayaq ki, bu hamımızın torpağı, hamımızın ocaqlı Azərbaycan çox zəif gedir. İndi bir baxımdan bax, belə bir sual verə bilərsiniz ki, Rizvan bu kitabda nə iş görür? Kitabı oxuyan adi bir institut tələbəsi qaçaraq cəbhəyə getmişdir və vətənə uğruna qan töküb torpaqlarını azad eləmək istəmişdir. Belə baxanda iş başlamı adi görülür. Ancaq buna hər adam edərdimi o dövrdə? Bunu hər adam etməzdi. Yəni, məhz vətəni sevərək, bu insanda vətənə sevgi olmasaydı, torpağına sevgi olmasaydı, çoxları bilirdik, qaçırdılar da, gizlənirlər də, o dönüm mənim yaşı yapma gəlir. 93-94-cü illər. Küçədə avtobus gəzirdi, içindən düşüb zorla aparırlar cəbhəyə. Ancaq bu, hər şey hazır. İnstitut tələbəsi birazdan imtihana gedir və hər şey atır, deyir, bu hər şey qurun olsun vətən. İndi, və demək istəyirəm ki, bu kitabın yayılması, bu kitabın yenə deyək ki, həm sponsoruna, həm yazarız dərinlərdə, bu gənclərin tərbiyəsində böyük tərbiyə əhəmiyyəti olan bir kitabdır. Möhtərəm prezidentimiz televizyon serialların çəkilməsindən küllü milyara pul ayırır. 2 milyon, 3 milyon.
nə çəkirlər? Sabır operaları. İndi mən baxıram, yəni Azərbaycan filmi çəkdiyi, yəni Rızvan kitabı da, yəni bu səviyyədə ağatlı olan filmdən başqa mən bir film tanımıram ki, portreti ruhlu olsun. Yəni orada da uşaq qısa cəbhəyə gedir və düşmənə qarşı vuruşmağa başlayır. Və həmçinin ədəbiyyatda da, uşaq ədəbiyyatında da, üzründə axı zamanlar var, amma işimizi görmür. Ümumiyyətlə, belə bir bu tipdən olan kitabların çıxmasını mən alqışlayıram və Rızvanın da əlini sıxıram. Rızvan, axarıcı olsun. Yəni, Allah sənə ümrənicə versin həmişə. Vətən sevdiyə görə, yəni, inan ki, düz bəlkə Allah kömək eləsin, yəni, möhtər prezidentlik rəhbəri altında torpaqlarını geri alar. İstəyir danışıqlar yolundan olsun, istəyir sülh yolundan olsun, istəyir müharibə yolundan biz onu almalıyıq. Ancaq gənc nəsil tərbiyəsində müqabil kitablarının çox böyükdür. Və bu ilk güvənsənə bir kimi də Rızvan kitabını mən alqışlayıram və bura yığıldığınız üçün də hamıca çox sağ olun. Əziz qonaqlar, bütün dostlar Rızvanın sevincini bölüşdü. Və elə sanmayın ki, məclisimiz bitir, yığıncağımız. Çünki ən sonda söylənən söz yadda qalır. Belə bir ifadə var. Ona görə də mən müəllimlərə sözü sona saxlamışam. Yəni bunu hörmətsizlikdən yox, məhz sonda söylənən sözün ən dəyərli digər iştirakçılarımızın xəttinə dəyməsin. Çünki bizim başımızın tacı müəllimlərdir. Hər bir insanın həyatından istədiyindən asılı olmayaraq keçən bir insandır. Bir dəyərli məxluqdur. Bizim bir peşəkar insan kimi olsun, futbolçu kimi, həkim kimi olmaq, bir insan kimi, profesör olmandan öncə bir insan ol, sonra sən artıq savad alarsın. Kamilə müəllimədir, Əqlə müəllimədir, Fərdə müəllimədir. Onlara baxmaq gözlükdə olur. Çünki bizi də bu günlər gözlür, yəni Kamilə müəllimə, yəni ki, bizə də belə hörmət edən şagirdlər inşallah iştirak edərlər qarşımızda. Bu insanların kitabı müəllifində, həyatında çox böyük rolları olur. Qarşılarında baş əyiləcək qədər dəyərlidirlər onlar bizim üçün. Rızvan, sənin bu kitabın elə müəllimən, Sevimli Kamilə müəllimənin kitablarının bir davamıdır. Sayıram. Oxudum, oxşadım. Bir neçə kitabın müəllifidir. Və bizə söz qurmağı, sözə qiymət verməyi də biz böyük hərflərlə sizdən öyrənmişik. Sizin əməyinizin qarşısında baş əydik. Mən amma sizə belə bir müraciət eləmək istəyirdim Füzulinin qəzəli ilə. Kamil müəllim sonunda demək istəyir ki, ən yadda qalan ifadələr. Mən ən çox sevdiyim qəzəllərdən biridir söz qəzəli. Artıran söz qədrini, sidqi ilə qədrin artırar. Kim nə miqdar olsa, əhlin eylər, ol miqdar. Kim nə miqdar? Kim nə qədər, kimin bu nədirsə, bu axan qanunda nədirsə, düşüncəsində. Onun söylədiyi sözlər də məncə elədir. Kəmləmi sizi dinləsək sevinərik. Söz verdiniz mənə, amma heç bilmirəm hardan başlayayım. Mən bir-iki kəlmə icazə verir, özümü təqdim edeyim. Özümü, yəni Kamilə müəlliməni. Mən təyinatla bu universiteti tutaranda, təyinatla gəldim bura. 8 illik məktəbi. Gəldim, gördüm Həbib bəy Mahmud Bəyov adına bir məktəbdir. Mənə Həbib bəy Mahmud Bəyov adı düşündürdü. Fikirləşdim ki, yazıcı deyil, alim deyil. Görəsən Həbib bəy Mahmud Bəyov kimdir? Bu maraq məni götürdü. Və Həbib Mahmud Bəyovun həyatı ilə maraqlandım və arxivlərə getdim çıxdım. Bir neçə il arxivlərdə işlədim və Həbib bəy Mahmud Bəyov adına Məktəb adlı bir kitab yazdım, tarixi o çəkdim. İndi bir kitab buradadır məndə. Yəni, hələ indiyə qədər
Məhəmməd Əmin Rəsulzadənin ilk müəllimi kim olub, televiziyada da demirlər. Dünən mən onun haqqında verilişə qulaq asırdım. Həbib bəy Mahmud Bəyov məhz Rəsulzadə kimi bir dağı yetişdirdi. Məhəmməd Əmin Rəsulzadə bilin, bizim məktəbin ilk şagirdlərindən olub. Görün, nə qədər böyük bir məktəbdir bu, nə qədər büyük dahilər yetişdirir. Hüseyin Ərəblinski, Əbülqasım Hüseynzadə, Cəhfər Cabbalı da oxuyub burada, Süleyman Rüstəm də oxuyub burada, indi bu şagirdlər oxuyub. Çox fərəhli hal keçirməlisiniz ki, belə bir liseydə oxuyursunuz, belə bir liseydə dərs alırsınız. Və bir şey də demək istəyirəm ki, bəlkə bilmirəm, bu Həbib bəy Mahmud Bəyovun ruhudur, nədir? Burada işləyən müəllimlər də yaxşıdır. Mən fəxrlə deyirəm, bax, sağında oturanlar var. Ədli müəllimə universitetdə tələbə idi, gəldi dərs vermək liskadan. Biologiyadan Fərdə müəllimə. Onların nə qədər işi olub bu məktəbdə, nə qədər sinifdən xaric işləri olub. Və onu da qeyd eləmək istəyirəm ki, siz birinci sinifdə oxuyanda bu məktəbin direktoru, Bəkir müəllim, sən də bil, bunlar birinci sinifdə oxuyanda bu məktəbin direktoru, Respublikanın TGB-nin sədri Ziya Yusufzadənin həyat yoldaşı idi, Həmidə xanım. Baxmayaraq ki, o elə bir böyük şəxsiyyətin həyat yoldaşı idi, o qədər sadə bir insan idi, əməkdar müəllimi idi və məni o qəbul elədi. Məni o qəbul elədi və məni görən kimi təyinatıma baxdı, üzümə baxdı. Bir dənə o söz həmişə qulağında istəyir, nə qəşəng müəllimədir. Və mən onlardan müəllimlik öyrəndim. Mən onlardan dərs öyrəndim. Rizvan kitabında yazır ki, mən vətənpərvərliyi, torpağa bağlılığı, milli ruhu kamilə müəllimədən öyrəndim. Rizvan elə deyil. Mən axırıncıyam. Sənin evində, ailəndə, Allah sənə rəhmət eləsin, kitabı oxuyandan sonra mən gizldən tutmaz mənzərimətə gedir. Sənin ikisi baban kimi bir hərbiçi olur, vətənpərvər. Müəllim ailəsində böyümürsən, sənə oradan qaynaqlanır vətənpərvərlik. Bildin? Kamilə müəllimə sonra öz sözləri ilə, nə bilim, söhbətləri ilə sənə ola bilər ki, vətənpərvərlik ruhu öyrəndir. Özlərindən heç vaxt şagirdlərə demirəm, vətəni sevin, vətəni sevin. Bunlar özləri qaynaqlanırlar, özləri götürürlər ki, mənə lazımdır. Mən də kitabı oxudum. Kitabı oxuyanda bir şey məni düşündürdü. Rizvan mənim kitablarımı oxumayıb. Mənim kitablarımı oxuyanlar, Rizvan elə deyirlər ki, mən Qarabağlıyam. Qarabağ dərdini bəlkə də mənim qədər yazan yoxdur. Xocalı bir yaram, Şuşan bir yaram, Ağdam, Cəbrayılım çəkilib dara, torpağım olmuşdur, bax, parça para, eşidin səsimi, milyonlar mənim. Mən elə dedim ki, sən onları oxumsan, sənin kitabında da olur var idi. Vətənpərvərlik ruhu. Və çox vaxtı almaq istəmirəm, sənə uğurlar diləyirəm. Şeirlərin də var içərisində, şeirləri də oxudum. Səndə şairlik hissədə. Kitab oxuyandan sonra mən səndə bir neçə məziyə kəşf elədim. Yəni, sən həm publisistsən, həm jurnalistsən, həm şairsən, həm tədqiqatçısan. Tədqiqatçı. Çünki Ağdamı inanmıram sənin qədər tədqiq edən olsun. Orada o qəbirlərin hansı əsrlərə aid olduğunu sən qeyd eləmişsən. O zarfat məsələ deyil. Mən bilirəm ki, onun üçün sən getmişsən haqqıblar. Çünki mən o tarixi o çölkü yazanda, kitabım buradadır. Həbib bəy Mahmud Bəyov. Bir dəqiqə, orada çıxar. Çox yerlərə getməli olur. Elə-belə kitab ərsəyə gəlmir. Kitab elə öz başına göydən düşürsən, yazmasaydı olur. Onları oxuyandan sonra gördüm ki, sən nə qədər tədqiq şahırmısan. O qəbirlərin orta əsrlərə aid olması, o şəhidlərin yox, Həbib bəy Mahmud Bəyov. Bax, sənə ona görə çox sağ ol deyirəm, bu kitabdır. Həbib bəy Mahmud Bəyov adına, bu tarixi o çəkdi. Bu da mənim işim deyil ha. Mən şairi deyiləm. Kimsə deyir ki, Kamilə müəllim şairədir. Bədbəxtlər və Abzadənin
tələbəsi olmuşam və kariyəm mən deyim ki, mən şairəm. Mənim hobbim şeir yazıram. Ayrıca olaraq. Mən amma müəlliməm, mən ədəbiyyat müəllimi olmuşam. Və bu kitab ərsəyə çıxdı. Və burada bütün liseyin tarixi var. Məktəbin tarixi var. Məmməd Əmən Rəsulzadə də buradadır. Yəni, bu məktəbin ilk şagirdləri. Sənə təşəkkür edirəm. O düz yılın kitab bir qədər mənə kitablarımın bir qədər davamı hesab olundur. Çox sağ ol, ona görə də həmən səni bir şey qeydirim onunla tutarım. Allah rəhmət eləsin Südabə müəlliməyə. Deyirdi Həmidə xanıma, Bəkir müəllim, Həmidə xanımın yanına getdi, dedi ki, mən 4-cü sinif buraxılmaq, 4-cü sinif buraxılırdı. Dedi ki, mənim sinifim ancaq Kamilə müəlliməyə verir. O qədər o vətənpərvər, o qədər xalqını sevən, o qədər elmi sevən, o qədər şagirdlərini sevən bir müəllimə idi. Və o sinifi mənə verdilər. Və o sinif formalaşdı və bax, bu yarandı axırda. Bu həmancı ürəyində var. Fəlsəfə elmlər namizəd düşdük o sinifdən. Zarafat böyle bu. Bilirsiniz səndir. Ülviyə müəllimə üçün. Sinif rəhbəri olmuşam da, sizin sinif rəhbəriniz olmuşam. Nə qədər bunlar iş görürdülər. Məni dincəlməyə qoymurdular parodiyaları ilə. Düzdür? Elə şagirdlərimiz olur. Biz təmənna bilməmişik. Təmənna bilməmişik. Və yaxşı da olub ki, bilməmişik. Və valla mənim ayağımda ağrıydı. Sonra Nizat bizə gələndə kitabı gətirib. Ona nələr də gəlmişdilər. Həmişə gəlirlər bizə bunlar. Çox sağ olsunlar. Və kitaba görə təşəkkür edirəm. Mən də milli ruh, vətənpərvərlik, torpağa bağlılıq mənim qanımda, canımdadır. Və mənə bəzən deyirlər ki, Kamil, mən burada şeirlər yazmışam, bir dənə sevgidən yazmamışam, deyirəm ki, yaza bilmirəm. Mən məhəbbətdən yaza bilmirəm. Milli ruh, oxuyun kitablarımı, milli ruhdur, torpaqdır, Qarabağdır, hamısı vətənpərvərlikdir. Elə bilirlər ki, hamının ürəyində sevgi olur, kim sevgisi olmuyor. Amma mən səni sevirəm, sən məni sevirsən, mən onu şeir hesab edəmirəm. Bəli, bugünkü dövr üçün. Mən 90-cı ildən sonra, o hadisələrdən sonra yazmağa başladım, onu da deyim. Bəlkə qanımda canımda var idi, amma 90-cı ildə ki, o Bakıda hadisə oldu, 20 yanvar. Bəli, ondan sonra mən yazmağa başladım və yazdım. Məni dinlədiyinizə görə çox sağ olun, çox da danışmaq olar. Ədəbiyyat müəllimləri biraz danışmaq olar. Sağ olun, İslam Çamalı. Sözünüzü kəsmədim, təbii ki. Siz deyirsiniz ki, bu hobbinizdir, şeir yazmaq və o hobbiniz bizə də keçir. Yadımdan çıxdı deyim. O hobbiniz, bax, Gülaydır. Deyirsiniz, məhəbbət mövzusunda yazıram, mən məhəbbət mövzusunda yazıram. Amma yəni sizi tamamlayıram haradasın belə aşağıda. O sənət elə deyil, elə deyil də. Ona görə sizə təşəkkür edirəm ki, bizə Hələ günah, bu qədər seviyoruz. hələ günah. Bu kitablardır, bəli. Kitablarımdır. Kitabda tolerantlıq məktəbi başlığı altında bölmədə Gülay buradadır. buradadır, bəli. Siz Rizvan öz nitqində də söylədi, texniki elmləri bizə sevdirən və tələbkarlığının dəyərini illər sonra anladığımız Ədlə müəllimə. Həmin o anda anlamırdıq. Yox. Həmin o anda, hətta indiki uşaqlara da nəsiyyət ki, həmin anda müəllimin tələbkarlığını onlar özlərinə bir xeyir kimi baxmırlar. Ürlü müəllimə, şagird müəllimi 15 ildən sonra tanıyır. Ədləm, sizə təşəkkür edirik. Əgər ürək sözünüz varsa, sağ olun biz sizə. Elə qəşəng sözləri var ki, Mən səni təbrik edirəm, həsr edirəm sənə. Hamı bilir ki, mənə göndəyən, mən onu oxudum, o qədər ağladım. Mən çox sağ ol, baş əyirəm sən. Bizi doğruluğa görə təşəkkür edirəm sənə. Sağ ol. bəli. Təşəkkür edirik Ədləm müəllimə. Rizvanın sözlərini təkrar edirəm bu son 3 abzasında. Həmin o bölmədə vurgulamsan ki, mülayim, mehriban Fərdə müəllim və sənin adından icazə ver.
Fərdə müəllimə, Kəmilə müəllimə, Əzilə müəllimə gəldikləri üçün çox sağ ol deyim və çox mülayim adlandırdığım Fərdə müəlliməyə söz verərək bu hesab edilmək istəyirəm. Ədilə müəllimə deyir ki, mən kövrəyəm. Ədilə müəllimə, valla mən sizdən də kövrəyəm. Nəyə kövrəldirəm? İlk növbədə bu övladlarıma baxıb kövrəldim. Sonra divarlara baxıram. Qarabağ deyə bilmirəm. Deyirəm Qarabağ. Qarabağda Qarabağ. Nə olsun mən Qarabağım deyirəm. Amma çox sevirəm. Bərhəmbərvəlik. Özü səlamı. Həm də kövrəldən ki, bu sözü mənə övladım mənə söz verdi. Ona fərəhləndirəm, onu sevinirəm ki, övladdan anaya pay düşdü. Həmişə anadan pay düşür övlada, indi isə övladdan anaya pay düşdü. Mənə söz verdi. Çox sağ olun, mən. Siz də sağ olun. Bizə hörmətli yollarına çalışmasın. Rizvan, sənə çox təşəkkür edirəm. Səni öpürəm, bağrıma basıram. Sənin qarşında müəllimin baş əyir. Niyə? Çünki sən bizi keçmişə qaytardın. Brodskaya, Südavə müəllimi. Çox gözəl insanlar idi. Arif müəllim. İlk dəfə ona Arif müəllim, Allah ona o dünyasını versin. İki dəfə olaraq 77-ci il yanvarın 11-də Kamilə müəllimə mənim elə bir ki, əlimdən tutdu, 8 nömrəli, 8 illik məktəbə gətirdi. 35 il bundan əvvəl daxil olduğum sinifdə, indi mən fəxrlə baxıram bunlara, övladlarıma. Necə övladlar biz yetişdirmişik, vətənə necə layiqli şagirlər, övladlar, indi isə ata-ana olan, onlara da bir pay düşür. Ata-ana olan belə bir igidlər yetişdirmişik. Allah canınızı sağ olsun. Nəğməkar şairin qızı, Fikət Qocanın qızını dərs demişik. İki bacılara. Nicat, sənin o sakit təbiətin, Məsudu görmürəm. Bak balacadır da, deyil ki. Deyil mi? Allah sizi tanıyam. Balacak olur. Nazım da çox. Gülər bilmiydi, Biz balacak. bu liseyə, yəni 8-lik məktəbə gələndə ilk dəfə çox sakit idi bura. Elə deyil mi Kamilə müəllimə? Məni siz bura gətirdiniz ilk dəfə. Dərs dediyim şagirlərlə mən indi fəxr edirəm. Necə? Bir an Kamilə müəllimə söz deyəndə başlığı elə idi. Yadıma düşdü, 5-ci sinif, 6, 7, 8-ci siniflərdə böyük bir portfelim var idi həmişə, əl çantası əlində. Bu əlində həmişə müəllimlərin qarşısında başı bax beləcə. Mən hələ onun başını görməmişdim. Doğrudan da sözün düzünü deyirəm ki, həmişə başı aşağı olurdu müəllimlərin qarşısında. Dərs danışdı, danışmadı, sinifə daxil oldu, sinifdən getdi. Həddindən artıq tərbiyəli, sakit, bizim üçün şagird indi isə bir övladdır. Atadır, ata. Həm atadır, inşallah baba da olar. Bəkir müəllim, çox sağ olun ki, belə bir Mən yadımdan çox edeyim sənə, çox şagirdimiz üçün belə bir şərait yaratmışsınız. Bəli, sağ ol, var ol. Siz də çox sağ olun ki, belə bir övladın, belə bir oğulun, belə bir atanın, belə bir əsər yazması, hamımızın ürəyindən keçən bir əsəri ərsəyə gətirir və bizi də xatırlayır. Bu hər bir insanın işi deyil ki, belə bir əsəri yazsın, öz müəllimlərini də orada xatırlaya bilsin. Çox sağ olun. Vətənpərvərliyin bir hissəsidir. Deməli, bizə də bir pay ondan düşür. Mənə elə gəlir ki, doğrudan da bizə də oradan bir pay düşür. Çox sağ olun. O gün olsun ki, belə bir tədbiri Qarabağda keçirdi. Amin inşallah. İnşallah. Əsas pay sizə düşür, biraz pay mənə düşür. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, sağ olun.
Çok sağ olun, əziz dəyərli müəllimlərimiz. Və davam edək, kitabdan danışaq biraz da. Rizvan bəyan öz eynəyini oraya qoymuşdu. Mən çox soğuk, pis təsir elədi ki, nə üçün orada yuxarı kürsüdə əyləşməyəsən. Çünki siz bizə belə gözəl əsər təqdim eləmişsiniz və həmin kitabdan bir şeirini müşahidirləriniz əzbərləyib. İcazənizlə onlar səsləndirsinlər. Buyurun, Ləman və Nərmin. Sən odunun tüstüsün, yalnızlı doğmasın, dadlı bitisin, qışın soyuğunu, yayın istisin. Uşaqlığım keçən rayonda gördüm, Ağdamda gördüm. Mədəniyyət evi, çörək muzeyi, İlan Təpə denən yaşayış yeri, şəhər mərkəzində gözəl çay evi, Dəyirman Təpəni Kürdanda gördüm, Ağdamda gördüm. Məscidlərin qoşa minarəsini, minarədən gələn azan səsini, bütün seyidləri, məqbərəsini, qoca seyidləri Ağdamda gördüm, Ağdamda gördüm. Hər bağda, bağçada bülbül səsini, Ağdam gülabının səxavətini, musiqiçilərin məharətini, öz şikəstəsini çalanda gördüm, Ağdamda gördüm. Tez-tez cəbhədəki yoldaşlarımı, orada şəhid olan qardaşlarımı, çoxdandır axmayan göz yaşlarımı, Ağdam yadıma salanda gördüm, Ağdamda gördüm. İnsanların ülvi saadətini, köhnə kişilərin kəramətini, babanın nəvəyə məhəbbətini, nənəmdən də artıq babamda gördüm, Ağdamda gördüm. Ağdam eşidəndə gözün dolmağı, qüssədən saralıb qəndən solmağı, torpağın üzrə həsrət olmağı, Ağdam eşidəndə gözün dolmağı, Ağdamda gördüm. Kızlar kısa bir gündemde bir şeyini böyle güzel ezberlediniz. Çok sağ olun, çok təsirli de söylədiniz. Müəllimlərinizə təşəkkür edirəm. Sizi hazırladıqları üçün. Və sonda sinif yoldaşları, müəllifin sinif yoldaşları da burada iştirak edir. Çok sevgili şairimiz Fikrət Qocanın qızı Gülay da buradadır. Gülay yadına salıb ki, Rizvandan fərqli olaraq mən kitabımı çapa hazırlasam mütləq Fikrət müəllimdən rəy alacağım. Çünki o bəzi şeirlərimi bəyənib. Rizvan, sən gecikmirsən, mən ideyamı oğrama. Mənim qızım Fikrət Qocanın təhsini edirəm, Fransada. Fikrət Qoca haqqında şəxsə özünün kitablarını gəlmişdir. Gülayın adından da səni təbrik edirəm, Rizvan. Səlahiyyəti mənə verirlər. Əslən yenidən təkrar olmasın, Ağdamda olan dərsin rəhbərimiz Rəhmət Südabə Mahmudova da xatirəsini yad edirik. Allah Südabə müəllimə, Arif müəllimə də rəhmət eləsin. Bu gecə burada Südabə müəllimə gördüm. Və sonda son sözünü Vəkil müəllimə verməmişdən əvvəl Rizvan, səni bir daha təbrik edirəm, uğurlarının bol olmasını arzulayıram və əgər çox mən dedimsə, məni üzürlü hesab edin, aparıcıların xüsusiyyətli olsun. Vəkil müəllimə ürəkdən təşəkkür edirik ki, bizə belə... Mən deyil, mən... Yox. Tövbüdə xalq deməkdir. Vəkil müəllim də bu məktəbin layiqli başçılarındandır, çox sadə. Rəhbər, müəllimlərin dostu, təşəkkür edirik. Reklam yox, bunlar heç birisi tanımır, qoy reklam edik. Bütün sahələrdə biri də mən deyim ki, Vəkil müəllim haqqında. Vəkil müəllim bizim liseyin müəllimi idi və o... Hamısın. Bəli. Əvvəlcə bütün qonaqlarına hamıdan xoş gəldiniz. Və çox bir savab işlə gördü Rizvan. Bizim müəllimlər yaşadığımız birləşdən. Yəni savab. Bu Rizvan
sənin milli bayraq tutmuş kitabını almışdın. Burada indi bəyək edilsin şurasında. Yəni siz buradan Ağdamı torpağı çəkib, getdiniz döyüşə. O oxuyanda mən onun hamısını bir gözün qabağından keçirdim. 92-ci ildə mən də televizordan bir işə baxdım, gəldim səhər-səhər şahidlərlə görüşdüm. 2 gündən sonra getdim Beyləqana, orada izin almalıda iştirak edirdim. 24 nəfər əskərimin bir dənəsinin 13 ayda bununla qaldım. Gəldim, sosunda 888 ildə hər listələrində gördüm ki, ateşkəstin müəllimlikdən daha çox, hərkisdən daha çox müəllimlikdən xeyrində təzmin qayıtdım. Və birinci bunu demək istəyirəm, burada sizin başqa xalqlara müraciətim var. Məndən olsa, bu bütün dünya xalqlarına internetlə, nə ilə, bütün hamısına birinə yetirmək var, bax tam, bu erməni qullar. Bax, ermənlə bilir. İndi, biraz toxundunuz, ancaq açıqlanır, mən dövlətlər nasıl gitti, çıxarsınlar. Söhbət onurdur. Unutqanlıq bir şey, Ağdam, söhbət unutqanlıq bir şey. Biz bakalım ne deyirik, yaddan çıxır. Sonra uşaqlar Ağdamdan çəkiləndə mən nə edirdim? Yaxınlarda aprel ayının 20-21 arasında bir xarici jurnalist kanaldansa getmişdik Xankəndə. Oradan da Ağdamdan veriş aldı. Baxamız olmuşdu ya. O erməni şoförünə pul verir, 5 euro. Ermənlə qorxa-qorxa aparır. Oradan çəkmişdi kadrlar. İndi bəyəklər şeirində yazırdım ki, məsciddən az onu səs gəldi. İndi məsciddə donuz satır. Yəni, ateşkəs, nə bilim, sülh yorma, boş söhbət. Heç boş söhbət. Bir-birini alalım. Qan tökü verməni alıb, qan tökü almaq. Özdə bir gün olsun, sağ ol. Mən gözlüyüm, uşaqdan var, sabah tezdə yıldan mən də gelib olar götür. Ya da gelin otur falan. Ancaq bir dənə adamlar üz üstü, səs verir. Unutma var. Hər dəqiqə ateşkəs deyirlər, yəni sülh yolu, boş söhbət. Bundan faydadır. Varlı olsa, sağ ol. Hamlıqdan qavuşdurma. Mən də qaçdın o, mən torpaq qərarladım. Mən torpağımı ər yandım. Lap lazım olursa, mən elə yollar tanıyla, mən burada torpağıma gidiyorum. Mən axır ölməkdir. Burada nə var? Yəni, heç nədən qorxmaq da lazımdır, unutmaq. Və bir adım da var sənə, bununla minnət, başa düşümdən üzüm yəni. Qarabağ torpaqlarının qayıtmasını öz gözlərimlə görmək istərdim. Yəni, bu arzudur, nə? Görəcək də, əvəzində çıxarıq dönük, bunu söhbət, bu görək. Görəcək, belə təslimçilik ruhu lazım görək. Orada Ağdamda ki, babamın yurdun öz əmrinə bərpa edən. Yeləməməli, yecikməlidir. Yəni, belə lazımdır. Deyilsin, bəxlər. Azərbaycan televiziyasında, mən hökumətdə dərdim, telefon torpaq soyatlamışım, mən bir Avropa oynuyorum. Çox kanallar gedir, nə kim aldı, kim boşladı, nə Yox, çıxıb bir dənə ailə yad gəldirdirəm, nə ailədən danışır. Mən bilmirsən, bir dənə bir məlum çıxartdır. Uzun illər təcrübəsi oldu, gənclərlə öz işini deyir, vətəndən, nəsə belə. Mən, yəni, ancaq qara, hansı torpaqdan o, belə çaplardan görürüm. Təlkə, onunda torpaq tutur. Hoş söhbət. Nə qədər gələcək? Bura gələcəkdən daha həqqallar yırtıldı, nə var, hələ gəlib. Axırda deyir, nə bunu olacaq? Boş söhbətlər, mən inanmıyorum. Və bu cümlələri mən belə elə bir nəsə arzu kimi, arzu da döyük. Qarabağ bizimdir, sabah da olsa, nə bilməm, mən fikrim budur ki, insanlar, hep belə.
Piyada giderim ben buradaki sağlığı. Ne var? Yani bu ay bu uzatmak, ne kümesi sərfiyinlər sağ bulağında bizdə kərə çıxsaydım rahat ölər. Ne ki sağ bulağının zarar sağlanan çok güzel sorumluluğu olur. Değil mi? Ha? Ne böyle çekmiş? Ne çekmiş? Başkasının torpağına çekmiyor. O 3 nefer Kəlbəcər. Devlerin ziyaret edildi. Yani söhbət ondadır ki, yani biz özümüzü mesela böyle bir təslimçilik, ne böyle yok. Heç nə olmadı, heç nə. Oranın alınmağında inam götürmədim. Biz kişi gecənisində inam götür atmağında gözümlə gördüm. Əskəri qatır ki, tanklı yükündən çərir. Yani böylece məktəb şahitlər bilmən özüm bir şeyler reklam demiş. Mən çektim, nə vardı. Adamlar tanımış bir de oradan kesip cevap getiren bahane etmiş. Bizim gözümüzün zamanında getir. Yani yani böyle değil. O şəhərdə inanmalı, şəhərdə inanmalı. Yoksa ay belə deyil. Bir şahidim var idi, Şamil müəllim yanımda olardı. Bəxtiyar. Bəxtiyar, bəli, Necə şahid, getirdi, vuruşurdu, gəlirdi. Bir gəldi, bir idmançı oğlan var idi. Yadımdan tutdu. Gəldi ki, müəllim Avropaya gedir, Yunanistan'a idman yarışına. Həmişə şahidlərdə bir oğlanı gəlmənlə görüşük gedirlər. Dedim, get, Hümbət bir oğlanlar. Dedi ki, dedim, elinlə qabağına erməni çıxsın. Bir de 2 gün geçti gördüm televizyonda, bütün kanallarda Hümbət göstərir. 36 salmiyə erməni nəqat edib qızıl medal almış. Gəl, medal boynunu asır, deyim, mənim bunu siz deyil, o deli söz deyil, gözün qabağına gələndə deyil, təqlik qulağından deyil, nə təqlik deyil, gördüm deyil, ne kim deyil qabağına. Yəni, belə olmalı. Oğluma arzunu vəsiyyət edər. Yani belə uzaq olacaq ki, oğluma ki, biz onu... Artıq 22 ildir, Yox, bunu yəni uzatmaq lazım. Bəlkə deyir, mən deyim. Bu 23 ildən şeydir, yalan şeydir. Bu yaxın vaxtlarda bu insanlara baxı sözü. Mən məsələn çox danışıram. Bu kitabın mən arz edirəm. Alifə. Sen Qarabağda, bu tavan yaşında belə yox, sevgi şeyləri yox. Onu arzulayacağım size. Bu Qarabağ torpağının gözəlliyindən cuşa gəlib, gözəl sevgi şeyləri. Onu arzulayacağım. Və bu gələnlərə hoş gəldi deyirəm. Ancaq mən burada çıxışım indi müəllim kimi nəmlər, dövlət üzrəni, mən öz Azərbaycan vətəndaşı kimi, bir qasının kimi, bir torbağı, mən də o hisslər başa düşürüm, mən öz insan kimi danışırım. Yəni, içimdən gələn səsdir və mən sizə deyirəm, ayaq uzamında. Yəni, bu ateşkəs məndən, sürlə həll olan söhbət deyil. Bunu bir dəfəlik başa düşmək lazım və yarışmaq lazım. Həmişə mən hər yerdə deyiləm, mövqeyim. Kimsə deyirlər, başımızın altında bəsdir, yaxdır. Silah da var, her şey de var. Ne problem var? Yani korku neyse, çok sağ ol. Bu böyle şeyleri olsun. Ve bunu bizim məktəbdə Hürriyə müəllimə, sən siz olursunuz. Bu necə almağına, müəllimlərin mən belə görməyimə belə bir savab bir iş oldu. Neçəyib görmədiyim müəllimlər görmə. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun Vəkil müəllim. Vəkil müəllimin adından bəli. Mən əbəs yerilmədim ki, Vəkil müəllim bütün sahələrdən halidir. Mən düşəndə əgər eşitdirsə o ifadəmi. Çünki burada bizdə ildə neçə tədbir olur. Hansı mövzudan bilsən, bəlkə mənim o mövzunu əhatə edir. Mən bilirdim, artıq 21 ildir burada çalışıram. Bilirdim ki, bəlkə mənim o döyüşlərdə iştirak edib və sağ olsun ki, belə bir mövzunu da bizi dəstəklədi. Müəllif
Məsudun, Nazimin adından da səni təbrik edirəm. Ailənin, dostlarının adından təbrik edirəm. Və sözü çox uzatmıram. Bir sənin şeirinlə bitirmək istəyirik məclisi. Sonra sən çıxışını edərsən. Təşəkkür edirəm, Hülya xanım. Qızımız biraz gözləsin. Bəkir müəllim, o kitabda sizin irad tutduğunuz yer, mən sizinlə tam razıyam. Tuturam, yəni bu Deməli, konkret olmalıdır. bu şeir kitabı deyil. Mən burada şeirlərimin az bir hissəsini yerləşdirmişəm, Bəkir müəllim. Bu kitabda əksini tapan fikirlər, bax bu şeirdən də o. Mən istəyirəm bir dənə bu şeiri oxuyayım sizə, dinləyəsiniz. Şeirin adı Qarabağı hür görmək istəyirəm. Oxuyacaq, elə onu oxuyacaq. Qızımız onu oxuyur. Buyursunuz. Mən bu şeirlə bitirmək istəyirdim məclisi. Yəni, mən ssenari yazanda, bağışdın, özümdən biraz güvənirəm. Onun o qədər təsirli sözləri var. Mən orada istəyirəm, görəcəyəm. Bəkir müəllimin sözünə dəstək olaraq vurğulamaq istəyirəm ki, çünki insanın biraz ruhdan düşkünlüyü olanda o həmin nöqtəyə gec gedir, çatır. Ona görə də bu mövzunu demək olar ki, bu şeirlə bitirsək daha doğru yönlü olabilir. Mən qürurla yaşayıb, babam kimi mən görmək istəyərdim. Şuşanı azad edib, Qarabağı hür görmək istəyərdim. İsa bulağına, Cıdır düzünə, canımı qurban vermək istəyərdim. Doğma yurdum olan gözəl Ağdamı evladına göstərmək istəyərdim. Viran qalmış yuvamı yenidən bərpa etmək istəyərdim. Şəhid qanı ilə doymuş torpağı əyilib son kəz öpmək istəyərdim. Yüz millərlə şəhidin önündə səcdə edib diz çökmək istəyərdim. Babamın Ağdamdakı məzarını yaman ziyarət etmək istəyərdim. Qarabağın gül tək iyili qoxsun bir kəs sinəmə çəkmək istəyərdim. Elimin, obamın dərdini, heç kimsəsiz kişi kimi yaşayıb, babam kimi mərd ölmək istəyərdim. Nə qədər ölməmişəm, Qarabağı hür görmək istəyərdim. Çox sağ olun, çox təsirləndirdin. Bir tərəfdən Rizvanın bu istəyilə bizim bu çıxışı hazırlanmamız üst-üstə düşdüyü üçün çox sevindim. Və Belə deyilmək ki, qəti gələcək zamanda. mən də Yerimiz, bayrağımız yüksəlikdir göylərə, yaxında alınacaq gözəl Qarabağdır. Mənim bir şeirim var. Hə. O, qəti gələcək zamanda demək lazımdır. Yəni alınacaq, alacaq. Bəli. Yaxında alınacaq gözəl Qarabağımız. Belə demək lazımdır. Və sonunda sizə təşəkkürümü bildirirəm. Gəldiyiniz üçün çox sağ olun. Bu, əgər sizi biraz da olsa başqa hansı bir sahədə maarifləndirə bildiksə, ruhunuzu oxşaya bildiksə, çox sağ olun, sizə təşəkkür edirəm. Müəllifin əlindən kitabları ala bilərsiniz və sonra bizim süfrəmizə qonaq ola bilərsiniz. Sağ olun, çox sağ olun. Çok sağ ol. Sağ ol. Günay Amerika'da. Günay orada. Ben de kardeşim geldim. Keçmişə qayıtdım. Səni bir daha yaxından tanıdıq, necə deyərlər. Çox şad olduq, məmnun olduq, fəxr edirik ki, bizim millətin sənin kimi oxuları var. Sağ ol. Eybi yox.